Birləşmiş Ştatlar Rusiya və Çin arasında gərginlik toxumu səpməyə çalışır. Bu barədə Dehil nəşri məlumat yayıb. Tirajlanan xəbərə görə bunun üçün Ağ Ev Ukraynaya güzəştə getmək variantını nəzərdən keçirir. Əldə olunacaq bütün razılaşmalarda Kiyevi dəstəkləməkdən söhbət gedir. Belə bir ssenari isə Kreml üçün arzu olunan deyil. İddia olunur ki, Tramp administrasiyası sözü gedən ehtimalın reallaşmaması üçün Moskva qarşısında şərt qoya bilər. Birləşmiş Ştatların Rusiyadan Çinlə əlaqələrini zəiflətməyi istəmə ehtimalı var. Məsələni analiz edən ekspertlər deyirlər ki, Ağ Evin Kremllə son dövrlər artan təmasları da məhz bu amilə hesablanıb. Amma vurğulamaqda fayda var ki, Pekin Moskvanın ən etibarlı iqtisadi tərəfdaşıdır. Üstəlik Çin Rusiyaya qarşı sanksiyalardan yayınan ölkələr siyahısında ilk sırada yer alır. Əgər güzəşt etməzsə düşünürəm ki, Rusiya ilə Çin arasında gərginlik ola bilər. O mənada ki, Ukraynaya yardımlar dayandırılarsa, Rusiya ilə Amerika arasında yaxınlıq baş tuta bilər və bu da təbii ki, Çini narazı salan məqamlardan ola bilər. Və bu halda Rusiya ilə Çin arasında Amerika bir taktiki gedişmə eləyərək, bir siyasət işlədərək, belə deyək də, bir-birlərinə çox sıx münasibətlərdə olan Rusiya ilə Çin arasında bir soyuqluq gələcək perspektivi üçün gərginlik yarada bilər. Rusiyanın Ukraynaya ilk hərbi müdaxiləsinin ardınca Pekin Moskvaya müdafiə sahəsində dəstək göstərib. Hətta Rusiyanın hərbi sistemlərinin istehsalında da əhəmiyyətli məhsullar Çindən tədarük olunub. Bu aspektdən Pekinin dəstəyi Moskvanın müharibədə əlini daha da möhkəmləndirməsinə şərait yaradıb. Ekspertlərin sözlərinə görə bütün bu amillər fonunda Tramp administrasiyası Rusiya və Ukrayna ilə bağlı danışıqlarda Kremlin şərtlərini qəbul etmək variantından uzaqlaşır. Üstəlik Ağ Ev lideri Ukraynanı müharibəyə başlamaqda günahlandıran əvvəlki şərhlərindən geri çəkilib. Belə olan halda isə Kiyevin ərazi güzəştinə getməsinə ehtiyac qalmayacaq. Əksinə Ağ Ev hərbi və maliyyə yardımını əvvəlki səviyyəyə qaldırmağı nəzərdən keçirə bilər. Amerikalı siyasətçilər Kiyevi sıxışdıran hər bir variantın Çin-Rusiya əlaqələrini daha da möhkəmləndirdiyi qənaətindədirlər. Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Kate Kellogg Münhen Təhlükəsizlik Konfransında deyib ki, Birləşmiş Ştatlar Vladimir Putinin Çin, İran və Şimali Koreya ilə ittifaqlarını pozmağa çalışacaq. Amma bunun üçün Vaşinqton Pekinin Moskvaya verdiyi iqtisadi dəstəyi əvəz etməlidir. Çin ötən ildə Rusiyadan 237 milyard dollarlıq mal alıb ki, bunun demək olar ki, hamısı qaz, neft və kömürdən ibarətdir. Əksinə, eyni dövrdə Birləşmiş Ştatlar Kreml arasında iqtisadi mübadilə 3,5 milyard dollar dəyərində olub. Bu da Pekin-Moskva ticarət dəyərinin 1,5% belə deyil.